Bir zaman bir əskər çox dəhşətli bir vəziyyətə düşür. Sağ və sol iki tərəfindən ağır iki yara ilə yaralı və arxasında bir aslan ona hücum üçün gözləyir. Önündə bir dar ağacı bütün sevdiklərini asıb məhv edir. Onu da gözləyir. Həm bu halı ilə bərabər uzun bir yolculuğu var. Sürgün olunur. O biçarə bu dəhşət içində məyusanə düşünürkən birdən sağ tərəfindən Xızır kimi xeyirxah, nurani bir şəxs peyda olur, ona deyir: "Məyus olma, sənə iki tilsim verib öyrədəcəm. Onları gözəlcə istifadə etsən, o aslan sənə tabe olan bir at şəklinə girəcək və o dar ağacı keyf və ləzzət alacağın bir yelləncəyə dönəcək. Həm sənə iki dərman verəcəm. Onları istifadə etsən, o iki üfunətli yaraların sağalacaq və onların yerinə əllərində qızıl güllər olacaq. Həm sənə bir bilet verəcəm. Onunla uçar kimi bir illik yolu bir gündə gedəcəksən. Əgər inanmırsansa, bir parça təcrübə et. Ta doğru olduğunu anlayasan." Həqiqətən bir parça təcrübə etdi, doğru olduğunu təsdiq etdi. Bundan sonra birdən gördü ki, sol tərəfindən şeytan kimi hiləgər, əyyaş, aldadıcı bir adam, çox zinətlər, bərbəzəklər, al-elvan şəkillər, içkilər bərabər olduğu halda gəldi, qarşısında durdu, ona dedi: "Ey dost, gəl bərabər keyf edək. Bu gözəl qız şəkillərinə baxaq. Bu dadlı yeməklərdən yeyək. Bu xoş mahnıları dinləyək." "Hə, o nə də ağzında gizli oxuyursan?" Cavab: "Bir tilsim. Bırax bu anlaşılmaz işləri. Hazır keyfimizi pozmayaq." "Hə, o əllərindəki nədir?" Cavab: "Bir dərman. At bunları. Sağlamsan. Nəyin var?" "Hə, o əlindəki 5 nişanlı kağız nədir?" Cavab: "Bir bilet. Cır bunları. Bu gözəl bahar mövsümündə yolçuluq bizim nəyimizə lazımdır?" deyir. Hər bir hilə ilə onu inandırmağa çalışır. Bəli, insan aldanır. Birdən sağ tərəfindən göy gürültüsü kimi bir səs gəlir və deyir: "Əsla ona aldanma." Və o hiləgərə de ki, əgər arxamdakı aslanı öldürüb, önümdəki dar ağacını qaldırıb, sağ və solumdakı yaraları sağaldıb, arxamdakı yolçuluqdan məni qurtaracaq çarə varsa, göstər görək. Sonra de gəl keyf edək. Yoxsa sus ey sərsəm, ta Xızır kimi bu səmavi şəxs dediyini desin. Əskər hansını seçdi? Sən hansını seçdin? Hekayemiz burada bitdi. Keçək reallığa. Bil ki, o biçarə əskər isə sənsən və insandır. Bəli, sən ən azı o əskər qədər dəhşətli bir vəziyyətdəsən. Və o aslan isə əcəldir. Arxamızda hər an bütün həyatımızı paramparça edə biləcək ölüm kimi bir həqiqət var. Hər gün 300 min insanın həyatını məhv etdiyi kimi hər an bizim həyatımızı da parçalaya bilər. Və o dar ağacı isə ölüm və ayrılıqlardır ki, gecə gündüzün dönməsi ilə hər dost vidalaşır, yox olur, gedir. Sanki dar ağacında aslan insanlar kimi tək-tək ayrılırıq. Baba, nənə, sonra ata-ana, gözəl saçlarımız, dişlərimiz, hamar dərimiz və s. Ən sonda da bütün yaxınlarımızı əbədi ayrılıq içində qoyub biz də yoxa qaçırıq. Və o iki yara isə acizlik və fəqirlik. Yara nədir? Yaranı niyə bəyənmirik? Çünki davamlı bizi incidir. Acizlik qədər bizi incidən nə var? Gücünün çatmadığı nə qədər şey var? Məşhur ateist Arthur Schopenhauer bu acizliyi belə ifadə edir. İnsan heyvanlar içində ən acizidir. İnsanın keçmiş və gələcəyi olduğu üçün keçmişdən gələn hüzünlər və gələcəkdən gələn kədərlər onu davamlı sıxır. Heyvanda isə keçmiş və gələcək ağıl olmadığı üçün keçmiş və gələcəkdən gələn hüzünlər və qorxular onu sıxmır. Heyvanlar insanlardan qat-qat xoşbəxtdir. İnsanın vəziyyətini kiçik bir balığa bənzədə bilərik ki, fırtınalı bir dənizdə köpək balıqlarının hücumuna məruz qalmış və qayalıqların arasına sığınmışdır. Onun qayəsi həyatını biraz da olsa uzatmaqdır. İnsanın qayəsi həyatını biraz da olsa uzada bilməkdir. Həyatı davamlı izdirab içindədir. Sadəcə fərqində olmaq lazımdır. Dəvə quşu kimi başımızı quma soxmaqla ölüm arxamızdakı aslan yoxa çıxmır. O oradadır və hər an bizi yaxalaya bilir ki, hər gün 300 min insanın həyatını məhv edir. Bax, bu ateist 98 yaşında belə ifadə edir. Mən 70 yaşında ölümdən qorxmaq lazım deyil. Öldüm, bitdi. Bu mənada kitab yazmışam. 93 yaşında həyat yoldaşımı itirdim. Bundan sonra ölüm üzərinə dərin-dərin düşünməyə başladım. Və indi anlayıram ki, ölüm nə qədər qorxulu, nə qədər dəhşətli bir şeymiş. Və mən indi ən keşməkeşli həyatlara razıyam, ancaq ölmək əsla istəmirəm. Digər yara isə fəqirlik. Bizi incidən digər yaramız isə fəqirlik. Arzu və istəklərimizin qarşısında nöqsan qalmağımız, kasıb qalmağımız. Nə qədər pulumuz olsa da yenə də kasıbıq.
David Rockefeller 101 yaşında dünyasını dəyişdi. Bəlkə də dünyanın 50 ölkəsindən daha zəngin idi. Ancaq bu zənginliyi ona gənc bir vücudu əldə etmək üçün yetmədi. Fəqir idi. Əbədi yaşamaq istəyi, sevdiklərimizi ölümün caynağından qurtarmaq istəyi. Ancaq imkanımız çatmır, gücümüz çatmır. Bu iki yara bizi davamlı incidir. Ancaq təbii ki, dünyəvi sarxoşluqlar bu yaraları hiss etməməmizə səbəb ola bilər. Və o yolçuluq isə ruhlar aləmindən, ana bətnindən, uşaqlıqdan, gənclikdən, ixtiyarlıqdan, məhşərdən, sirat körpüsündən keçən uzun bir imtahan yoludur. Və o iki tilsim isə Allaha iman və axirətə imandır. Təmsildə tilsim var idi. Aslan nə olmuşdu? Aslan ata çevrilmişdi. Dar ağacı yellənçək olmuşdu. Görək real həyatda aslan kimi dəhşətli olan ölümü at kimi gözəl bir şeyə çevirən, dar ağacı kimi dəhşətli olan müsibətlər, sıxıntılar, ayrılıqlar, bunları yellənçək kimi ləzzət alacağımız, keyf alacağımız bir şeyə çevirən hansı tilsimdir? Belə bir şey mümkündürmü? Və o iki tilsim isə Allaha iman və axirətə imandır. Hər an, hər şey əmri altında olan bir gücün varlığını görmək, varlığından əmin olmaq və onun adətini tutaraq, kainatdan sənə qarşı müamiləsini tutaraq və ya göndərdiyi kitablardan əbədi həyatı gətirəcəyi mənasını anlamaq, bundan əmin olmaq, bu qənaətə gəlmək, bu iki tilsim ilə ölüm mömin olan insanı dünya zindanından cənnət bostanına aparan bir vasitə olur. Hansı heyvana bənzədərik? Hər halda bizə aslan kimi dəhşətli gəlmir. Buradan daha gözəl bir yerə gedəcəyimiz bir ata çevrilir. Əslində arxamızda aslan yox imiş. Orada olan həmişə at imiş. Sadəcə biz qara, əyri eynəkləri taxdığımızdan o atı aslan görürdük. Dinsiz bir baxışla kainata baxdığımızdan hər şey bizə dəhşətli görünürdü. Allahu veliyyullezine amanu yukhricuhum minez-zulumati ilen-nur. Allah möminlərin vəlisidir. O möminləri zülmətdən nura çıxarır. İman əlavə bir şey deyil. İman kainatda olan bir şeyin fərqinə varmaqdır. Əlavə bir eynək taxmaq deyil. Küfür əlavə bir eynək taxmaqdır. Qara eynəkləri taxmaqdır. Küfür kafirlik, bir şeyin üzərinə örtmək. Gələk dar ağacına. Dünyadakı hər bir ayrılıq, hər bir müsibət, saçımızın ağarması, nənəmizin ölməsi, xəstələnməyimiz və s. bütün bu dəhşət kimi görünən şeylər hamısı dar ağacıdır dedik. Allaha iman etməyən biri üçün kainatda hər şey qorxulu, hər şey müsibətdir. Zaman sürəkli onun əleyhinə işləyir. Zamanın keçməsi ilə o davamlı bir şeylərdən ayrılır. Dünya dəhşət verici hüzünlərlə doludur. Dünya dar ağacları ilə doludur. Ona görə Allahın ədalətini sorğuluyurlar. Ona görə mahnıları fəryadla, üzüntü ilə doludur. Hər birinin sözləri diqqət etsən, dərindən dərinə fəryad etdiklərini görəcəksən. Bəs mömin üçün nə olur? İman etdikdə nə olur? İman edəndə yenə də xəstələnirik. Yenə də başımıza sıxıntılar gəlir. Yenə də sevdiklərimizdən ayrılırıq. Yenə də dar ağacı oldu. Halbuki iman etdikdə o dar ağacı yelləncəyə dönəcəkdi. İman etdikdə sənin üçün dar ağacı olmayacaqdı. Sənin üçün sıxıntı, üzüntü, dəhşət heç nə olmayacaqdı. Sənin üçün dünya yelləncək kimi olacaqdı. Baxıb ləzzət aldığın, seyr elədiyin bir yer olacaqdı. Mömin üçün dünya bir təlim yeridir. Başqasına dar ağacı kimi görünən dəhşət verici hadisələr onun üçün sadəcə ibrət mənzərəsidir. Və alləmə əsmə ədəməhə. Allah Adəmə isimləri öyrətdi. İnsan dünyaya təlim üçün gəlib. İnsan dünyaya bilməyə gəlib. Adəmi mələklərə üstün qılan nə idi? Adəmi şeytana üstün qılan nə idi? Bilgi, bilmək. Mələklərin şeytanın bilmədiyini Adəm bildi. 1001 ismi. Biz dünyaya 1001 ismi öyrənməyə gəlmişik. Bu sadəcə quru adlar deyil. Ya Rahman ya Allah, ya Rahim ya Allah, ya Cemil ya Allah. Bu adlar kainatda olan hər şeyin qaynağıdır. Hər şeyin özüdür. Said Nursi belə ifadə edir. Əşyanın həqiqəti əsmadır. Əşyanın, hər şeyin həqiqəti Allahın isimləridir. Bu kainatdan öncə başqa bir kainat olmadığından bu kainatda olan hər bir şey birbaşa Allahın isimlərindən qaynaqlanmışdır. Yəni kainatda olan hər bir şey Allahın isimlərini bizə göstərən güzgülərdir, aynalardır. İstisnasız hər şey. Mömin dünyaya təlimə gəlib. Biz bura öyrənməyə gəlmişik. Mömin olan insan dünyada olan hər bir hadisəni öyrənmək vəsiləsi görür. Anlamaq üçün vasitə görür. Hər şey bizə Allahın isimlərini fərqli cəhətlərdən göstərir. Nə var ki, bunun da bir bədəli var. Ayrılıqlar var, acılar var, sıxıntılar var. Bunlar da bir mənadır. Bunları da anlamaq. Ayrılıq olmasa qovuşmağın ləzzətini hiss eləməzsən. Bunlar ayrı-ayrı və geniş mövzulardır. Günəş, yağış, yəni bizə xoş gələn, həzz verən şeylər bizə bir şeylər öyrətdiyi kimi, bizə acı verən şeylər də, bəlkə də acı verən şeylər daha çox öyrədir. Məsələn, acı çəkməsən, acılıq çəkməsən, rəzaqiyyəti anlamazsan. Toxluq nə olduğunu anlamazsan. Soyuq görməsən, isti nə olduğunu anlamazsan. Qaranlıq görməsən, işığın nə olduğunu anlamazsan. Dünyada hər şey bizə isimləri göstərən aynalardır. Mələkləri bizdən geri salan, həmişə ləzzət içində olmaqları, acı çəkməmələridir. Belə deyə bilərik. Allah bizə çox böyük ləzzət vermək istəyir və trilyon əbədi illər əbədi cənnətdə yaşatmaq istəyir. Oranın tam dadını
çıxarda bilməyimiz üçün mənaların fərqində olmalıyıq. Gilas, çiyələk, günəş bizə gözəl mənalar göstərdiyi kimi, okeanın içindəki balıqlar bizə gözəllikləri göstərdiyi kimi, arxa plandakı bunlar hamısı Allahın aynalarıdır. Biz dolayısıyla Allahın isimlərini öyrənirik. Okeanın fırtınası da lazımdır. Okeanın fırtınası, zəlzələ, dəhşət verici hadisələr, ölümlər, bunlar da. Məsələn, ölüm olmasa biz həyat nə olduğunu anlamarıq. Bunlar çox geniş mövzudur. Çox qısa, düşün. Dünyada hər şey gözəl olsaydı, heç acı çəkməsəydik, düşün bir filmə getmirsən, qapqara ekran 2 saat boyunca maraqsızdır. Düşün bir filmə getmirsən, 2 saat 3 nəfər ancaq deyib gülüb əylənir, söhbət eləyir, maraqsızdır. Deyəcəksən ki, 2 saatımı verdim, ancaq dəymədi. Düşün bir filmə getmirsən, müharibədə ölümlər var, acılar var, ayrılıqlar var, sıxıntılar var, xəyanətlər var, şərəfsizliklər var, qəhrəmanlıqlar var. Deyəcəksən ki, mən bu filmə 2 saatımı verdim, ancaq dəydi. Mən bu filmdən çox böyük məna götürdüm. Və digər tərəfdən filmdə ölənlərə üzüləcəksən yoxsa yox? Üzülməyəcəksən. Çünki həqiqətdə onların aktyor olduğunu, həqiqətdə onların ölmədiyinin fərqində olacaqsan. Bizim üçün üzüntü yoxdur. Mömin üçün üzüntü yoxdur. Biz heç kəsin ölmədiyinin fərqindəyik. Biz heç kəsin ölmədiyini düşünürük. O dar ağacına çıxıb kimi görünüb, oradan digər tərəfə atladığını, digər əbədi cənnətə atladığını düşünürük. Danışdığım mövzu Risale-i Nur Külliyyatı, sözlər əsəri 7-ci söz. Yarım yamalaq yadımda qalanlar idi. Hekayənin digər qismlərini, o yaralar nədir, o yolçuluq nədir, o yolçuluqdakı o bilet nədir və s. Digər qism, o Xızır kimdir? O soldan gələn şeytan kimdir? O önümüzə sürülən o dünyəvi cazibədar keyflər, ləzzətlər nədir? O tilsimə qarşı, o tilsim var idi ki, sağdan gələn o tilsimləri göstərirdi. Allaha və axirətə iman məsələlərini göstərirdi. Soldan gələn Buraq o aslan yeyir yesin səni. Ya burada keyf eləyək deyirdi. Hekayədəki hər bir nöqtə real həyatda bir həqiqətə işarətdir. Bunların hamısını tək-tək oxumaq üçün, öyrənmək üçün Risale-i Nur, sözlər 7-ci söz Play Marketdən rahatlıqla əldə edə bilərsiniz. Sağ olun.